Salamlar, axşamınız xeyir əziz müəllimlər. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü təlimimiz yenə Gənc Xarici Dil Müəllimləri Birliyinin təşəbbüsü ilə hazırlanan bir təlimdir. Bildiyiniz kimi, Gənc Xarici Dil Müəllimləri Birliyi artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərir və bu 3 ildən çox müddətdə olan fəaliyyətində hər zaman ödənişsiz təlimlər, seminarlar, forumlar keçirtmişik və maksimum dərəcədə Azərbaycanlı müəllimlərimizə istər adımızda gənc olmasına baxmayaraq hər yaşdan müəllimlərimizə faydalı olmağa çalışmışıq. Əlbəttə ki, biz təcrübəli müəllimlərimizi, mən qəti yaşlı sözü xoşlamıram, amma təcrübəli müəllimlərimizi istəyərik ki, hər zaman öz təcrübələrini bizimlə paylaşsın, yaşından asılı olmayaraq. Ümid edirəm ki, bugünkü təlim də sizin maraq dairənizə uyğun təlimlərdən biri olacaq. Bugün mənim çox sevdiyim, əziz, dəyərli müəllimlərimizdən biri olan, mənim üçün də çox dəyərli müəllimlərimizdən biri olan Professor Dr. Sevinç Zeynalovanın və eyni zamanda üzürlü sayın, çox üzürlü sayın, mən indi sırayla deyəcəm müəllimlərimizin, təlimçilərimiz haqqında bir daha üzürlü sayın. Bir dəqiqə bağışlayın. Bugünkü təlimçilərimizdən Professor Dr. Sevinç Zeynalova, filologiya üzrə fəlsəfə doktorudur özü, akademik yazı və üslubiyyat ECP üzrə, yəni ingilis dili xüsusi məqsədlər üçün olan ingilis dili üzrə fəaliyyət göstərən mütəxəssisdir. Pearson LCCI Level 5 sertifikatli Azərbaycanda çox az müəllimlərdən biridir bildiyim qədərilə. Digər təlimçimiz isə Murad Əliyevdir. Murad müəllimimiz bizim gənc istedadlı doktorantlarımızdan biridir. Özü Pekin, Çin, Mindtech AI laboratoriyasının tədqiqatçısıdır. Həmçinin də Azərbaycanda artıq kifayət qədər dəyərli işlərlə məşğul olub və Xəzər Universitetinin də müəllimidir həmçinin. Əgər nəyisə əksik dedimsə üzürlü sayın. Müəllimlərimiz yəqin özləri haqqında da müəyyən məlumatlar deyəcəklər. Bir dərə bağışlayın. Çox. Bir dəqiqə. Bağışlayın. Texnoloji bir şey olanda həmişə nəysə bir xəta və ya qısa fasilələr yaranır. Buyurun, söz sizindir Sevinç müəllimə, Murad müəllim. Buyurun, söz sizindir. Keçəyin təlimimizə. Allah uğurlar arzu edirəm. Əziz müəllimlər, suallarınız yaranarsa, zəhmət olmasa chat hissəsində suallarınızı verin. Çünki adam sayı, yəni say çoxluğuna görə biz səsləri almışıq və sizin yaranan suallarınızı chat hissəsində müəllimlərimiz də, həmçinin bugün bizim təlimdə dəstəkçi olan Xarici Dil Müəllimləri Birliyinin sədr müavini Babək Rızazadə də buradadır. O da sizə dəstək olacaq. Sertifikatlarla bağlı suallar isə, yəni texniki sualları təlimin sonunda cavablayacağıq. Buyurun, zəhmət olmasa Sevinç müəllimə, söz sizindir. Murad bəy, söz sizindir. Uğurlar arzu edirəm. Təşəkkür edirik ilk növbədə həm təlimin təşkilində iştirak edən bütün insanları, hər kəsin zəhmətini çox yüksək qiymətləndiririk. Eyni zamanda da bu sayda qoşulan insanlar öz dəyərli vaxtlarını təlimə sərf elədiyinə görə də onlara deməli öz təşəkkürlərimizi bildiririk. Mən dərhal elə təlimin mahiyyətinə keçmək istəyirəm. Mənə interaktiv olsaydı bu təlim, əslində belə də nəzərdə tutulurdu, yəni offline nəzərdə tutulurdu. Bizim bugünkü məsələmiz çox aktual məsələ. İnanıram ki, hər bir müəllimi narahat edən məsələdir və interaktiv şəkildə işləyərdik. Amma bildiyim qədər bugün regionlardan daha çox müəllim bura cəlb olunub və biz də öz növbəmizdə, Günay xanım çox gözəl qeyd elədi
ki, belə bir könüllü şəkildə maarifçilikdə iştirak edirik və regionlardan olan müəllimləri də bu təlimləri cəlb etmək istərdik. Və o baxımdan bugün onlayndır. Siz sadəcə bir zamana qədər, yəni mute bildiyim qədər də texniki cəhətdən olmusunuz ki, təlim yəni öz minvalı ilə getsin. Amma sonda biz Murad bəylə bir 7-8 dəqiqə bəlkə də yəni ki, ünsiyyətə, açıq ünsiyyətə giriş aldıq. Deməli, bugünkü təlim, yəqin ki, o elanlardan, paylaşımlardan gördünüz, yazı bacarıqlarının inkişafında məhz süni intellekt deyərdim, rolu deməzdim. Çünki rolu artıq bəllidir. Və biz bu aktual problemi artıq yəni biz həll etmirik. Ona yanaşma, yəni mövqeyi bildirməyini daha çox araşdıracağıq və araşdırmalarımızın bura qədər yəni gəldiyimiz nəticələrlə də sizlə məmnuniyyətlə bölüşəcəyik. Və bu təlimə hazırlaşarkən çox gözəl bir, xatirəmdə çox gözəl bir məsələ canlandı. Düz elə bugün, bəlkə də 2 gün öncə, fevralın 16-sı və yaxud 15-i biz Murad bəylə ilk dəfə AI in Education və yaxud Integration of AI to Education məsələsi ilə bağlı UFC mərkəzində, University Foundation Center mərkəzində bir təlim keçdik. Müəllimlərin sayı çox idi və demək istəyirəm ki, o təlimin nəticəsində 1 saat yarımlıq təlim idi. Sonda praktiki məsələlərə biz çox yer verdik və müəllimlər 2-ci semestrın ərəfəsində ora gəlib AI ilə, yəni chatbotlarla, hansısa bir botlarla alətləri biz təqdim etdikdən sonra hazır şəkildə 20 dəqiqənin ərzində hər biri 45-50 müəllim, 50 sayda müəllim silabuslarını orada tərtib elədilər, hər kəs. Dərslərin planlarını da yazıb, hazır deməli qovluqlardan çıxdılar. Yəni o qədər gözəl nəticə var idi. Ümidvaram ki, inanıram ki, bugün də siz ingilis dilində deyirlər take away. Yəni buradan bu təlimdən sonra faydalı bir məsləhətlərimizlə, faydalı bir göstərişlərimizlə, faydalı yəni təcrübəmizlə də yəni faydalanacaqsınız. Hörmətli həmkarlar, müəllim və təhsil verənlər, bugün bildiyimiz qədər yazı bacarığı sadəcə dil bacarığı deyil. Yəni dil bacarığı kimi qiymətləndirmir. Bu düşüncə və akademik mədəniyyət məsələsi kimi deməli ki, biz bugün müzakirə edəcəyik bunu. İndi mən açıqlamamda onu deməli sübuta yetirəcəm ki, niyə bu akademik mədəniyyətdir, niyə bu düşüncə tərzidir. Xarici dil tədrisində biz adətən 4 əsas bacarıqdan danışırıq. Dinləmə, danışma, oxu və yazı. Lakin indi imkan olsaydı, canlı sual versəydim, mən əminəm ki, 90% burada deyərdi ki, yazı bacarığı xüsusi qeyd edərdi. Yazı bacarıqlar, deməli bu bacarıqlar arasında yazı xüsusi mövqeyə malikdir. Niyə? Çünki yazı təkcə dilin istifadəsi deyil, dilin təkcə o vokabulyar, yəni söz ehtiyatının potensialını işlətmir, dilin ifadəsi deyil. Bu düşüncənin strukturlaşmasıdır. Çünki burada kognitiv proseslər çox fəal iştirak edir və kognitiv proseslərlə sıx əlaqədardır. Burada biz nəzəriyyələrə də müraciət edə bilərik. Vaxtınızı almadan sadəcə Lev Vygotsky'dən bir, yəni onun deyimini burada istifadə edəcəm. Ona görə, alimə görə, Lev Vygotsky'yə görə insanın düşüncə sistemini strukturlaşdıran
deməli yazı bir fəaliyyətdir və onun nəzəriyyəsinə görə yazı daxili nitqin formalaşmasıdır. Burada təbii ki, dilin üslubiyyəti xüsusi bir rol oynayır. Yazarkən tələbə yalnız cümlə qurmaqla məşğul olmur. O mövqeyi seçir, arqument qurur, yəni arqument irəli sürür, fikirlər arasında əlaqə yaradır, onları bir-birinə bağlayır, yəni keçid edir. Belə ki, öz düşüncəsini məntiqi sistemə salır. Deməli, bu səbəbdən yazı bacarığı, yəni dil biliyi səviyyəsindən daha çox intellektual səviyyəsini əks edir. Yazanın, tələbənin. Keçək bizim mühitə. Biz əsasən bugün bizim mühitdə problemlər nədir? Və yaxud bugünkü aktual məsələlər hansıdır? Məsələn, deyərdim ki, deməli, öncə ilk deməli, baxışdan bizim mühitdə belə bir paradoks görürük. Nədən ibarətdir bu paradoks? Şagirdlər qrammatik cəhətdən kifayət qədər düzgün cümlələr qura bilir. Bu, hamımıza, yəni ki, məlumdur. Çünki testlərdən, deməli, 10 ildəki o kurikulumlara görə, yəni testlərə müvəffəq olurlar, yaxşı həll eləyirlər testləri, o bacarıqları artıq mənimsəyiblər. Amma paraqraf yazıya, deməli, gələndə tezis qurmaqda, argumenti inkişaf etdirməkdə və xüsusilə də esseni, yazını strukturlaşmaqda çətinlik çəkirlər. Bu isə, deməli, dil problemi deyil. Dili bilməklə, akademik söz ehtiyatı ilə bağlı deyil. Əgər bu düşüncə və tənqidi təfəkkürün, deməli, məsələsidir. Əgər biz tələbələrimizi beynəlxalq akademik mühitə hazırlayırıqsa, mən burada IELTS imtahanı, TOEFL imtahanı, SAT-ni, yəni qeyd etmək istəyirəm, universitet təhsili, yerli mühitdə də, yəni ki, bilirsiniz ki, bizim bəzi universitetlərimiz, yəni bu bacarıqları tələb edir. Xaricdə təhsil, elmi fəaliyyət, ümumiyyətlə tədqiqat bacarıqları aşılayırıqsa, onda yazı bacarığını ikinci dərəcəli saymaq mümkün deyil. Çünki yazı düşüncə mədəniyyətidir, kognitiv proseslərlə sıx əlaqədədir. Amma bununla belə biz digər bir məsələ ilə də bugün üzləşirik, artıq üzləşmişik. Bu reallıqdır. Çünki süni intellekt artıq təhsil mühitinin bir hissəsidir. İndi belə bir sual yaranır. Biz yazını, yəni yazı ənənələrimizi qorumağa çalışaq, yoxsa yazını daha sistemli və effektiv öyrətmək üçün yeni alətlər, məsələn, alətlərlə işləməyi öyrədək və özümüz də öyrənək. Və təqdimatın birinci hissəsində, yəni mənim çıxışımda, biz intellektual və pedaqoji əsaslarını, deməli, yazı bacarıqlarının pedaqoji və deməli, intellektual əsaslarını real paraqraf və esse nümunələrində müzakirə edəcəyik. Deməli, əgər yazı düşüncədirsə, onda yazı tədrisi əslində düşüncə tədrisidir. Biz onları düşünməyə öyrətməliyik. Biz onları öz düşüncələrini, öz fikirlərini kağıza etibar etməyə öyrətməliyik və ən əsas isə onu strukturlaşdırmağa. Əsas problem, bizim tələbələrin əsas problemi nədir? Həm açıq fikir söyləmək, yəni giriş hissəsində və yaxud paraqraf götürək, baş cümləsində açıq fikir, yəni aydın fikri irəli sürməkdir və ondan da sonra isə
zəif arqumentdir. Akademik yazı qlobal təhsil sistemində əsas kompetensiyalardan biridir. Və nədənsə biz yazını bunu bilərəkdən, hətta bilərək belə yazını çox zaman ya imtahan tapşırığına, ya da ki, qrammatik məşğələyə çeviririk. Və sual daha da mürəkkəbləşir. Süni intellekt dövründə yazı bacarığını necə qoruyaq? O ənənələri necə qoruyaq? Düşünməyə necə öyrədək? Çünki bir çoxların fikrinə görə AI, süni intellekt artıq tələbənin yerinə yazır. Onu, deməli, onu əvəz edir. Deməli, bizim qarşımızda olan problemlər dediyim kimi bunlardır və təcrübəyə əsasən bizim tələbələrin əsas problemi çox vaxt qrammatika deyil, yəni qrammatik səhvlər və yaxud ümumiyyətlə mətnin qrammatikası deyil, əsas problem fikrin strukturlaşmasıdır. Və deməli, yazıya rəylərdə, feedbacklərdə biz tez-tez deməli, imtahan götürənlərin belə bir şərhi ilə rastlaşırıq ki, səhv azdır, qrammatik səhv azdır, amma arqument çox deməli, zəifdir. Bu artıq deməli, dil problemi deyil. Deməli, düşüncənin kognitiv təşkili. Yazı prosesi bu kimi deməli, mərhələlərdən keçir və mərhələlərdən ibarətdir. Bu planlaşdırmadır, fikirlərin təşkilidir, tənqidi qiymətləndirmədir və ən əsas redaktə və təkmilləşdirmə prosesidir. Deməli, yazı o hazır fikrin köçürülməsi deyil, fikrin formalaşdırma prosesidir. Ona görə də deyirlər, writing is transformation, not transcription. Növbəti slaydda biz akademik yazının komponentləri, yəni yazının formalaşdıran əsas amilləri və elementlərindən deməli görürük. Mövqeyini ifadə edən tezis, yəni yazanın, strukturlaşmış paraqraflar, əsaslandırılmış arqument, fikirlər arasında məntiqi əlaqə və ən vacibi isə burada tondur, rəsmi tondur, akademik tondur və əlbəttə ki, fərdi üslub. Burada elə xatırladaq ki, koherensiya, yəni əsas bir amillərdən biri, məzmunun ümumi məntiqi deməli bütövlüyüdür. Koheziya isə cümlələr arasında dil vasitə ilə əlaqə. Deməli, belə çox qısa desək, akademik yazı bərabərdir, düsturunu desək, mövqe, üstəgəl struktur, üstəgəl arqument. Əgər tezis zəifdirsə, yəni sənin fikrin, sənin mövqeyin zəifdirsə, esse heç əmələ gəlməyəcək. Əgər paraqraf strukturlaşıbsa, deməli, onda argumentasiyada inkişaf edir və həmin o esse sizin paraqrafınız, yazınız da tam tələblərə cavab verir. Misal gətirək. Problemli paraqrafa biz hansını deyirik, yəni ki, nəyi deyirik? Buyurun, mövzu belədir, sual belədir. Should university students use artificial intelligence in academic writing? Deməli, belə bir paraqraf yazır. Artificial intelligence is very popular nowadays and many students use it in university. It has many advantages and disadvantages. Firstly, it helps students to save time and find information quickly. Also, students can improve their grammar, but
Sometimes students become lazy and do not think themselves. In conclusion, AI has good and bad sides and students should use it carefully. Əminəm ki, elə oxunuşda müəllimlər elə ilk baxışda bunu qiymətləndirdilər. Təbii ki, bu zəif paraqrafdır, amma nəyi zəifdir? Nəyi zəifdir? Analiz etdikdə burada elə baş cümlə, yəni yürüdülən açıq fikir, mövqe çox zəifdir və aydın deyil. Ümumi vokabulyardan istifadə olunub. Biz ona, məsələn, üslubiyyətdə qeyri-formal dildən, deməli, söz ehtiyatından istifadə olunub. Heç bir konkret misal gətirilmir və təbii ki, argumenti çox zəifdir, çünki möhkəmləndirilmir, əsaslandırılmır. Sadəcə adı çəkilir. Problemin adı çəkilir. İndi bunun əslində yüksək qiymətləndirilən bir paraqrafa baxaq. Bu təkmilləşdirilmiş paraqrafdır. Mən icazənizlə heç oxumaram bunu, yəni vaxtınızı almaram. Sadəcə elə siz özünüzdə oxuya bilərsiniz və qiymətləndirə bilərsiniz və eyni zamanda da onun fərqinə, deməli, fərqinə vararsınız. Fərqi nədir? Yəni, öncədəki, deməli, paraqrafın və artıq təkmilləşdirilmiş paraqrafın. Bu, artıq mövqe məlumdur. Hətta cümlə although, çünki müqayisə olunur. Yəni, diskurs markeri də cəlb etmişik bura. Üstəlik də precise, yəni daha konkret, daha aydın, daha səliqəli və struktur da tamamilə, deməli, tam cavablara, tam, deməli, tələblərə cavab verir. Deməli, esse strukturunu sadəcə belə xatırladıram. Əminəm ki, hamınız bilirsiniz. Bu girişdir, əsas hissədir, body paragraphsdır. Sayca, deməli, 3, 4, 5 ola bilər və ən əsas nəticə. Deməli, zəif və güclü giriş hissələri, bax, bunlardır, nümayiş etdik. Yenə də yeni bir məsələni götürürük. O da bizim məsələmizə aiddir, yəni süni intellektin istifadəsi. Problemlər zəif bəndində, yəni zəif tərəfdə artıq, deməli, dərhal aşkarlanır. Bu, yenə də mövqeyin olmaması, yəni tezisin irəli sürülməsi, açıq fikrin bildirilməsi, çox ümumiləşdirilmiş halda təqdim edilməsi və təbii ki, nəticə formalaşmayıb. Yəni, nəticə bizi inandırmır. O deməkdir ki, argument əsaslandırılmayıb. Deməli, biz zəif tərəfdə, məsələn, argumenti belə görürük burada. Tələbə belə yazıb ki, AI is helpful for students. Amma belə strukturlaşmalıdır, belə düşünülməlidir ki, AI can enhance students' academic writing by providing immediate structural feedback and vocabulary refinement. Burada sadəcə 2-dən çox da götürməyək, elə 2 belə səbəb götürək, yəni cause effect, nəticə götürək, yəni səbəb nədir və nəticələr, nəticə etibarı ilə bu həm strukturlaşmış geri dönüş, rəy verir və həm də akademik vokabulyarı istədiyimiz, yəni səviyyədə B2-yə və yaxud C1-ə gətirib çatdırır. İndi gəldik
müəllimin roluna. Müəllim dilemma qarşısındadır. Məsələn, bizim silibuslarımızda, dərs planlarımızda esse yazısıdır və 20 burada elə ən yaxşısı 20 saydadır. Bir də görürsünüz ki, yəni bizdə universitetdə deyək, məktəbdə indi deyək 30-40 sayda esse. Hər esseyə ən azı 10-15 dəqiqə ayırır, baxır. Burada yorğunluq, tükənmə və subyektivlik riski. Çünki insan yorulur, insan gözüdür, insan təfəkkürüdür, insan beynidir, fiziki, yəni baxımdan və burada haradasa subyektivlik, yəni yer alır. Bu sistem davamlıdırmı, dayanıqlıdırmı? Yəni belə davam edək, yoxsa alətləri ağıllı şəkildə tətbiq edək və onu inteqrasiya edək. Yəni hər iki tərəfdən, təhsil alanlar tərəfindən və təhsil verənlər tərəfindən bizim işimizi yüngülləşdirək, sürətləndirək, asanlaşdıraq. Deməli, süni intellekt belə qənaətə gəlirik ki, dəstəkləyir, müəllim istiqamətləndirir. Süni intellekt bizə harada kömək edə bilər və etməlidir də və onun istifadəsində biz nədən istifadə etməliyik, yəni nədən yararlanmalıyıq? İdeyanın formalaşması, yəni əgər ideya banqı yaradırıq və seçim edirik. Seçim yalnız fərdi seçimdir. Biz özümüz seçirik, insan seçir. Planı qurmaqda, yəni biz planın draft variantını, qaralama variantını veririk. O planı da səliqəyə salmağa, kömək etməyə, yəni hazırdır. Qaralama, ilkin mətn, yəni növbəti mərhələdir. Pedaqoji əks əlaqə, yəni bizim rəyimiz, feedbackimiz, süni intellekt əsaslı analiz, çünki ondan da biz arqument tələb edirik, tələb etməliyik də. Sübuta yetirməlidir ki, yəni yoxlamada səhvləri bizə sübut etməlidir. Redaktə və yekunlaşdırma. Deməli, nəyi olar, bax, elə bir ki, sual verirəm, təəssüf ki, bu retorik sual olacaq. Bu mərhələlərdə harada bizə süni intellekt deməli, köməklik göstərəcək və harada tək fərdi insanın özünün təşəbbüsüdür və işidir. Deməli, mən istərdim ki, elə bu slaydda dayanım və bu məsələni çox xahiş edirəm, yadınızda saxlayın bu mərhələləri. Amma bir nəticə etibarı ilə bir qənaəti də deməli deyim ki, süni intellekt yazını əvəz etməyəcək. Necə ki, müəllimi əvəz etməyəcək, süni intellekt yazını da əvəz etməyəcək. Amma yazı tədrisini sistemləşdirə bilər. Ona görə də deməli, müəllim ənənələri qoruyan, yəni yeniliyə açıq olmayan müəllim artıq yəni yeni tipli müəllim olmayacaq və əsas məsələ bu alət deyil, bu pedaqoji modelə və bizim tərəfdaşımıza çevrilməlidir. Bu modelin texniki tərəfini və praktik tətbiqi imkanlarını təqdim etmək üçün biz sözü Murad müəllimə verəcəyik. Beləliklə, hörmətli həmkarlar, biz yazının niyə əsas bacarığı olduğunu, onun kognitiv və akademik mahiyyətini, paraqraf və esse nümunələrini üzərindən strukturlaşma problemini müzakirə etdik
Müəyyən oldu ki, əsas məsələ qrammatik qaydalar və söz ehtiyatı deyil. Əsas məsələ burada düşüncə strukturudur, tənqidi təfəkkürdür, alətlə, yəni süni intellektlə işləmək, yəni bacarığıdır, promptlar, yəni chatbotda o da yazı bacarıqları tələb edən bir bacarıqlardır. Yəni bugünün reallığı mövcuddur. Yəni bugün bu reallıq yəni var. Biz onunla yəni üz-üzə qalmışıq. Süni intellekt artıq tələbələrin gündəlik alətinə çevrilib. Biz onu qadağa edə bilmərik, əslində etməməliyik də. Və sual bu gün budur ki, bu alət yazını zəif edəcəkmi və yaxud onu süni edəcəkmi? Yoxsa yazı tədrisini daha da sistemli edə bilər. Və əgər pedaqoji çərçivə mövcuddursa, süni intellekt deməli alternativ deyil, o tərəfdaşdır. O bir mərhələdir. O bir mərhələyə çevrilə bilər. Və qarşınızda olan slaydda bir mərhələdə biz süni intellektin analizinə əlavə etmişik. Məhz bu texniki və praktik imkanlar deməli üzərində indi Murad müəllim dayanacaq. Mən onu demək istəyirəm ki, texnologiya təhsili idarə etməməlidir. Təhsil texnologiyanı idarə etməlidir. Və yenə də Lev Vygotsky'nin deməli deyiminə qayıdıram. Thought is not merely expressed in words. It comes into existence through them. Yəni bizim thought and language əlaqəmiz varsa kognitiv cəhətdən bu AI heç bir süni alət, heç bir süni intellekt bunu əvəzləməyəcək. Murad bəy, sözü sizə verirəm. Salam, hər birinizə xoş gördük, hörmətli müəllimlər. Çox sağ olun, Sevinç xanım. Təşəkkür edirəm. Mənə də belə deyək ki, sözlərimi əlbəttə ki, deməyə icazə verirsiniz. Təşəkkür edirəm. Minnətdaram sizə dəvətiniz üçün də, Günay xanıma da dəvətiniz üçün çox təşəkkür edirəm ki, bugün biz müəllimlərimizin qarşısında artıq demək olar ki, süni intellekt vasitəsilə yazı bacarıqlarını necə inkişaf etdirmək olar, ondan danışırıq və düşünürəm ki, həqiqətən də Azərbaycanda, xüsusilə də orta məktəblərdə olsun və yaxud da universitetlərdə olsun, bizim müəllimlərimiz üçün, tələbələrimiz üçün çox aktual bir mövzudur həqiqətən. Mən də çalışacağam ki, əlbəttə indi slaydımı paylaşım və belə deyək ki, istər-istəməz slaydlarda mən daha ətraflı şəkildə süni intellektdən necə istifadə edib yazı bacarıqlarını inkişaf etdirmək olar, onunla bağlı ətraflı sizə məlumat verəcəm. Bircə dəqiqə. Aha, slaydım görünürmü? Zəhmət olmasa deyərdiniz, mən ümid edirəm ki, slayd tam olaraq görünür. Bəli, görünür. Aha, bizə dəqiqə. Əvvəlcə istəyərdim ki, özüm haqqında çox qısa bir məlumat verim. Mən Murad Əliyev, hal-hazırda Pekin Pedaqoji Universitetində, Çin Xalq Respublikasında təhsil texnologiyaları üzrə doktorantam. Həmçinin də Mindtech Süni İntellekt Laboratoriyasında, elə həmin universitetin Süni İntellekt Laboratoriyasında tədqiqatçı kimi fəaliyyət göstərirəm və xüsusilə də hazırda bizim tədqiqat istiqamətlərimiz məhz düşüncə yönümlü dərs dizaynı, həmçinin də bundan başqa süni intellekt alətlərinin dizaynı və qiymətləndirilməsi və həmçinin müəllimlərin peşəkar inkişafı proqramlarıdır ki, əlbəttə bu tipli biz müxtəlif demək olar ki, təlimləri də təşkil edirik müəllimlərimiz üçün və bundan başqa isə mən Xəzər Universitetinin də müəllimiyəm həmçinin.
bircə dəqiqə Xəzər Universitetinin müəllimiyəm və bir məsələni qeyd etmək istəyərdim ki, artıq Azərbaycanda mən təqribən 5 aydır, yəni Azərbaycandayam. Mən çünki ümumiyyətlə Çində yaşayıram, amma 5 aydır ki, Azərbaycanda yaşayırdım və əsas məqsəd də əlbəttə ki, müəllimlərimizə təlim vermək idi və 5 ay ərzində mən demək olar ki, 6-dan 6-7 təlimimiz oldu artıq müəllimlərimiz üçün və müəllimlərimiz üçün verdiyim təlimlərin əksər, yəni əsas istiqaməti məhz müəllimlərimizə süni intellektin tədrisə inteqrasiyası bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaq idi əsas məqsədim və nəticə etibarilə düşünürəm ki, bu məqsədimə nail ola bilmişəm. Sadəcə olaraq belə deyək ki, bu mənim artıq Azərbaycanda son həftəmdir və Sevinç xanıma bir daha təşəkkür edirəm, Günay xanıma təşəkkür edirəm ki, dəvət etdilər və nəticə etibarilə düşünürəm ki, artıq Azərbaycanda olan zaman bu təlimimizi də təşkil etdik və ümid edirəm ki, bu təlimdən biz çox maraqlı bir təcrübələrimizdən siz də yararlanacaqsınız və gələcəkdə yazı tədrisində əlbəttə ki, bu promptları daha yaxşı istifadə edə biləcəksiniz. Mən əvvəlcə qeyd etmək istəyərdim ki, ümumiyyətlə Sevinç xanım ətraflı danışdı. Mən amma daha çox belə deyək, pedaqoji aspektdən bir təhsil sahəsində hal-hazırda təhsil alan bir doktorant kimi, ümumiyyətlə gəlin belə deyək də, tələbə kimi, müəllim kimi, həmçinin də universitetin müəllimi kimi mən istəyərdim ki, daha çox pedaqoji aspektləri də qeyd edim ki, mən əminəm ki, hal-hazırda burada iştirak edən müəllimlərimizə biz əgər sual versək ki, ümumiyyətlə yazı tədrisi zamanı hansı çətinliklərlə qarşılaşırsınız? Ümumiyyətlə mən düşünürəm ki, əksər müəllimlər qeyd edəcək ki, şagirdlər ola bilsin ki, cümlələri qura bilir, amma onlar esse yazanda həmin o cümlələri sistemli şəkildə birləşdirib bir paraqrafda qeyd edə bilmir və yaxud da artıq birinci hissəsində, bizim təlimimizin birinci hissəsində Sevinç xanım da qeyd etdiyi ümumiyyətlə o hissələri ki, introduction'dır, main body paragraph'dır, ondan başqa conclusion'dur və bu demək olar ki, onların da içərisində demək olar xüsusi hissələr və xırdalıqlar var. Arqument qurmaq, argumentasiya, əsaslandırma fikri və nümunələr vermək və s. İndi mən bu məsələni qeyd etmək istəyərdim ki, əksər müəllimlərimiz hal-hazırda demək olar ki, nədən əziyyət çəkə bilirlər? Əsas məsələ odur ki, şagirdlər hal-hazırda cümlələri, yəni qrammatik cəhətdən ola bilsin düzgün qururlar, amma həmin cümlələri paraqraflar daxilinə onlar sistemli şəkildə yazmaqda çox çətinlik çəkirlər. Və bundan başqa isə ola bilsin ki, cümlələr və yaxud da arqumentlər o qədər sadədir ki, İmtahanlara gələndə şagirdlər istər-istəməz bu cümlələri yazanda nəticələr də o qədər yüksək olmur. Məhz bunun əsasında mən qeyd etmək istəyərdim ki, ümid edirəm bugün burada təqdim etdiyim həm strategiyalar, həm süni intellektdən istifadə etmək üçün bizə lazım olacaq promptlar gələcəkdə sizin yazı tədrisində sizə daha yaxşı dəstək olacaq və daha çox kömək olacaq. İkinci məsələ budur ki, müəllimlər tərəfindən də qeyd olunur ki, artıq rəy vermək məsələsində müəllimlər həddən artıq çox ola bilsin ki, vaxtlarını sərf edirlər. Ola bilsin ki, belə deyək, bəzən olur ki, bəzi səhvlər gözdən qaçır və yaxud da şagirdlərin sayı çoxdur, müəllimlərin istər-istəməz vaxtı çox yoxdur. Məsələ budur və bundan başqa isə bəzən ola bilər ki, həmin o, belə deyək, burada qeyd etmişəm, yaxşı yazı. Yəni, bəzən ola bilər ki, müxtəlif şagirdlərin işlərini qiymətləndirən zaman ola bilər ki, bəzi işlər yaxşı yazı meyarı ilə qiymətləndirilə bilər, amma bəzi işlərdə əksinə. Biz həmin işləri ola bilsin ki, bəlkə də belə deyək, o yaxşı yazı meyarı ilə qiymətləndirmək istəmirik. Amma əlbəttə ki, başqalarına nəzərən baxırıq ki, həmin yazılar da nisbətən yaxşıdır. Amma gəlin belə bir şey deyək ki, burada artıq əsas məsələ nədir? Biz artıq müasir dövrdə, xüsusilə də Azərbaycan təhsil sistemində hal-hazırda demək olar ki, imtahanlarda xüsusilə yazı bacarıqları xüsusi əhəmiyyət kəsb edir və nəticə etibarilə biz artıq adi səhvləri də gözdən gələ bilmərik. Və nəticə etibarilə biz nə etməliyik? Həmin şagirdlərimizi də, hansı ki, belə deyək də, o yaxşı yazı altında adətən biz həmin şagirdlərimizi biz qiymətləndirmişik. Artıq o şagirdlərimizi də biz daha yaxşı formada bizim tədris sistemində hazırlamalıyıq. Və ümid edirəm ki, artıq orta məktəblərdən biz şagirdlərimizi daha yaxşı hazırlasaq,
artıq universitetlərə gedəndə onlar artıq o yazı savadları da, yazı bacarıqları da inkişaf edəcək. Məhz bundan başqa isə burada qeyd etmişəm ki, ümumiyyətlə belə deyək, sistem məsələsində də var ki, mən bəzən müəllimlərimizə sual verəndə, hətta bir çox təlimlərdə sual verəndə adətən biz nəyə fokuslanırıq? İmtahana fokuslanırıq. Və nəticə itibarilə düşünürük ki, imtahanda bu paragraf yazılsa kifayət edəcək və nəticədə şagirdlər istənilən balını alacaq. Amma gəlin belə düşünək ki, axı bu yazı prosesi düşüncə prosesidir. Və düşüncə prosesi olduğuna görə biz şagirdlərimizi sadəcə imtahan üçün hazırlamamalıyıq. Onları biz real həyatda həmin o yazı bacarıqlarını elə inkişaf etdirməliyik ki, onlar real həyatda da artıq müstəqil olaraq hansı imtahanlarda iştirak edəcəklərsə, orada rahat şəkildə o esselər yaza bilsinlər. Və o cümlədən də yazanda fikrini əsaslandıra bilsin. Və o cümlədən bundan başqa arqumentləri daha güclü qursun və tənqidi düşüncəsi də əlbəttə ki, bu zaman daha yaxşı inkişaf etsin. Üzr istəyirəm, mənim səsim gəlirmi? Aha. Çünki burada mən gördüm, unmuted qeyd olunmuşdu ona görə. Aha, əgər hansısa bir problem olsa çox xahiş edirəm qeyd edərsiniz. Bundan başqa isə burada mən qeyd etmişəm, süni intellekti necə istifadə edəcəyik. Məhz xüsusilə mən düşünürəm ki, bu məsələ bütün müəllimlərimizi maraqlandırır və düşündürür ki, biz bu aləti ümumiyyətlə, bu alətləri daha çox, müxtəlif alətləri biz yəni necə istifadə edək ki, həm tədrisi təşkil edək, yəni o tədris prosesini təşkil edək, həm də şagirdlərimizi öyrədək. Məhz hazırki prosesdə mən düşünürəm ki, biz bu iki sualın üzərində dayanmalıyıq. Yəni bu iki sualı biz sanki özümüz üçün bir çətinlik deməyək, problem kimi qoymalıyıq ki, yəni bunları həll edək. Məhz birinci məsələ odur ki, əlbəttə burada mən çox belə deyək sizə ümumi nəzəri məlumatlardan daha çox düşünürəm, praktik məlumatları artıq ötürməyimiz lazımdır. Ona görə də çox belə deyək ki, o hissələrə toxunmayacağam ki, ümumi prosesi necə baş verir, amma gəlin ümumi şəkildə çox sadə və qısa formada sizə izah etmək istəyərdim ki, tədris prosesini necə təşkil edəsiniz və şagirdlərin yazı bacarıqlarını necə inkişaf etdirmək olar. Bəlkə də ola bilər ki, hansısa müəllimlərimiz müxtəlif təcrübələri var. Əlbəttə, təlimimizin sonunda ola bilər siz də öz təcrübənizi bölüşə bilərsiniz və yaxud da suallarınızı verə bilərsiniz. Əlbəttə ki, böyük məmnuniyyətlə biz də həmin sualları cavablandırmağa hazırıq. Birinci məsələ budur ki, süni intellektdən biz müxtəlif nümunə mətnlər istəyə bilərik. Ola bilər zəif mətnlər olsun, zəif yazılmış deyək, esselər olsun və yaxud ən güclü yazılmış esselər. Və nəticədə biz nə edirik? Müxtəlif esselerin müqayisəsini sinifdə təqdim edirik. Və müqayisə olanda biz şagirdlərə həmin o müqayisə etməklə o strukturu izah etməyə çalışırıq. Baxın, öyrətmirik, izah etməyə çalışırıq ki, ümumiyyətlə esselər bu forma, yəni zəif esse yazsanız misal üçün deyək, bu formada olur. Ümumiyyətlə əvvəldən, girişdən, yəni introductiondan conclusion'a qədər ümumi biz izah edirik ki, bu formadır. Və güclü esselər, yəni ən yaxşı esselər yazsanız bu formada olur ki, bu tutaq ki, introduction'da orada ola bilər ki, tutaq ki, main body paragrafda topic sentence, ola bilər ki, tutaq ki, deyək ki, əsas məsələ examples verilir və argumentasiya çox güclü qurulur. Argumentasiya verilirsə əsaslandırmaq məsələsidir, fikri əsaslandırmaqdır, conclusion hissəsidir və digər məsələlər. Yəni orada çox xırdalıqlar var, amma onu biz xırdalıqları əgər şagirdə, o cümlədən universitetdə tələbəyə birbaşa nəzəri məlumat kimi ötürsək, bu artıq nəyə gətirib çıxaracaq? Həmin tələbələrdə, ümumiyyətlə gəlin belə deyək, öyrənənlərdə kognitiv yüklənmə deyirlər. Yəni cognitive load yaranacaq və nəticədə onlar tam olaraq o strukturu başa düşməyəcəklər. Və bunun üçün biz nə edirik? Müqayisə yoluyla onlara müxtəlif növ esseləri təqdim edirik ki, siz o esseləri görəndə, yəni şagirdlərdən və yaxud da tələbələrdən söhbət gedir ki, həmin esseləri siz qiymətləndirə biləsiniz və yaxud da müqayisə edə biləsiniz. Və digər məsələ səhv mətnlərin verilməsi və yaxud da esselər daxilində, strukturda və yaxud da cümlələr daxilində müəyyən yanlış hissələr strukturu qrup şagirdlərə, tələbələrə vermək. Və bu zamanda nə olur? Biz bilərək bu səhvləri, problemləri qoyuruq ki, onlar özləri tapsınlar.
Və bunu da biz dediyim kimi diqqət edirsə 3-cü mərhələdə qeyd etmişəm. Birinci yox. Birinci biz iki müxtəlif süni intellektdən bir daha indi mən qeyd edəcəm. Burada zəif və güclü yazını müqayisə etmək məsələsi. Bu promptu da sizə təqdim edirəm. İstəsəniz promptu özünüz üçün də qeyd edə bilərsiniz və müxtəlif növ demək olar ki, esselərdə biz istifadə edə bilərik. Və Sevinç xanım da artıq demək olar ki, bu esseni qeyd etdi. Mən də xüsusi olaraq həmin esse üzərindən istədim ki, sizə təqdim edim ki, biz daha aydın olsun. Yəni bir esse nümunəsi üzərindən gedək. Amma istənilən esse nümunələrində siz əlbəttə ki, bu belə deyək, promptu istifadə edə bilərsiniz. Sadəcə olaraq nümunəni dəyişirsiniz. Write 2 short opinion paragraphs. 120-150 words on the topic, should university students use artificial intelligence in academic writing? Paragraph 1, weak and poorly structured. Paragraph 2, strong and well organized. Bu formada siz promptu yazanda və nəticədə, yəni bunu siz sinifə əlbəttə ki, bunu biz IELTS, üzr istəyirəm, AI vasitəsilə yazırıq və ondan sonra əlbəttə ki, iki fərqli nümunəni sinifdə şagirdlərə təqdim edirik. Və biz onlardan əlbəttə ki, nə edirik? Başlayırıq artıq şagirdlərlə müzakirələr aparmağa. Ki, gəlin şagirdlər özləri başa düşsün ki, ümumiyyətlə, zəif esselərlə güclü esselər, yaxşı yazılmış, yaxşı təşkil olunmuş esselər arasındakı fərqlər nələrdir? Və ikinci məsələ budur ki, burada əlbəttə ki, bilirik ki, fərqlər nələrdir desək, hər birimizdə bir sual yaranır. Axı biz istər-istəməz şagirdlər yox, hətta özümüz müəyyən bir meyarlar olmasa, müəyyən bir, belə deyək ki, o quruluşla bağlı bizə nəsə təlimat verilməsə, biz axı necə onları dəyərləndirək? Yəni, necə biz zəif esse nədir, güclü, yaxşı yazılmış esse deyək nədir, onu bilək. Və bunun üçün də, əlbəttə ki, biz mütləq şəkildə sizə 4 meyar təqdim edirəm ki, siz bunları da birbaşa prompt kimi, demək, süni intellektə təqdim edə bilərsiniz və əlbəttə ki, burada nə baş verəcək? Create 4 simple comparison questions, focus on structure, clarity, examples and logic. Və siz hazırladığınız həmin o esselər var ki, zəif və yaxşı yazılmış. Həmin o esselərdən sonra siz bu promptu təqdim edib və həmin o sanki esselərlə bağlı, belə deyək də, müxtəlif clarity ilə bağlı, strukturu ilə bağlı, aydınlıq, məntiqlə bağlı, nümunə ilə bağlı müxtəlif IELTS, üzr istəyirəm, AI tərəfindən, ChatGPT olsun, Google Gemini olsun, Claude olsun və yaxud da digər süni intellekt alətləri tərəfindən siz artıq həmin hazırladığınız esseyə uyğun bu 4 meyar üçün müxtəlif suallar hazırlayırsınız. Və nə edirsiniz? Həmin sualları siz sinifdə qruplar şəklində tutaq ki, şagirdləri bölüşdürmüsünüzsə və yaxud da onları cütlərlə işləməyə, belə deyək, cəlb etmişsinizsə, siz nəticə etibarilə həmin o, belə deyək, cütlərlə, qruplarla iş zamanı şagirdlərə sual olaraq təqdim edə bilərsiniz. Yəni, bir daha deyirəm ki, bu artıq nəyə gətirib çıxaracaq? Şagirdlər o dərinliyi görməyə başlayır artıq bu zaman. Çünki artıq bir daha deyirəm, şagirdə meyar lazımdır və yaxud da o strukturu görmək üçün ona bir açar sözlər lazımdır. Biz nə qədər ki, həmin açar sözləri şagirdlərə təqdim etməsək, onlara biz nə qədər də izah etsək ki, introduction nədir, conclusion nədir, main body paragraph nədir, example nədir, onlar tam olaraq onu dərk etməyə bilərlər. Yəni, ilk başlarda. Və nə etməliyik? Bunlar əlbəttə ki, bunu daha sürətli formada etməliyik. Çünki bizim tədris sistemində demək olar ki, biz daha çox çalışmalıyıq ki, şagirdləri, tələbələri daha sürətli öyrədək. Çünki həqiqətən zaman çox inkişaf edir, zaman çox irəliləyir və biz də çalışmalıyıq ki, həmin zamanla ayaqlaşaq. Həqiqətən. Və nəticə etibarilə bu ikinci məsələdir ki, müqayisə etmək üçün promptlar və əlbəttə ki, burada indi səhv tapma məsələsi. Biz bu hissəni edəndən sonra üçüncü mərhələdə biz çalışırıq ki, yəni yenə də süni intellektə müraciət edirik və hətta mən sizə deyim ki, bu hissəni izah edim, ondan sonra promptları verib yoxlaya da bilərik, sözsüz ki, yəni praktiki çalışacaq edək. Və üçüncü isə səhv tapmaq məsələsidir. Biz nə edirik? Süni intellektə belə bir prompt verə bilərik. Write a short opinion paragraph on the same topic.
Əvvəlcə vermişik axı artıq top mövzunu. Ona görə artıq süni intellekt, yəni o belə deyək, o səhifə artıq bildiyinə görə ChatGPT bilirsiniz, artıq siz belə deyək ki, pəncərə açmısınızsa və ehtiyac yoxdur artıq yenidən yəni belə deyək də hansısa bir fikri səsləndirməyə, o başa düşür. Include three structural problems. Do not explain the mistakes. Add instructions. Students must identify, explain one problem. Yəni burada artıq siz nə edirsiniz? Şagirdləri çaşdırmaq məqsədi ilə yox. Sadəcə ümumiyyətlə check for understanding belə bir xüsusi termin var. Check for understanding. Yəqin ki bilirsiniz bunu. Yəni bu nə deməkdir? Başa düşmək üçün yoxlamaq. Siz artıq əvvəlcədən nə etdiniz? İstər-istəməz şagirdlərə ümumi şəkildə strukturu zəif və yaxşı yazılmış esselər üzərindən təqdim edirsiniz. Amma bilirsiniz ki, əlbəttə şagirdlər istər-istəməz yenə də çətinlik çəkir. Buna görə də biz onları daha yaxşı dərindən öyrətmək üçün bu tipli promptlarla biz müxtəlif esse nümunələri hazırlayırıq yenidən və həmin esse nümunələri içərisində səhvlər, müəyyən bir problemlər qoyuruq və yaxud da səhvlər qoyuruq ki, şagirdlər özləri düşünsünlər, onu tapmağa çalışsınlar. Amma burada yenə də biz şagirdləri, yəni və yaxud da tələbələrimizi, yəni universitet müəllimlərimiz üçün tələbələrimizi biz onları belə deyək də çaşdırmaq məqsədi ilə yox, onları və yaxud da belə deyək də çətinliyə salmaq məqsədi ilə yox. Sadəcə onların özləri tam başa düşsünlər ki, yəni həmin o struktur bu formada yazılmalıdır. Ümumiyyətlə biz main body paragrafda nümunələri bu hissədə verməliyik. Və yaxud da belə deyək, introduction'da cümlələri bu formada başlamalıyıq və s. Ola bilər ki, orada siz belə deyək, elə bir ifadə səsləndirəsiniz. Mən hətta bu hissəni deyim. Burada mən daha dərinliyinə qədər izah etməyə çalışmışam. İndi bir məsələni deyim. Burada mən sizə çox faydalı olacaq bir xəritə deyəm, diaqram deyə bilərik. Flow map. Flow map çox faydalıdır. Həqiqətən esse yazanda şagirdləri, tələbələri öyrətmək üçün. Mən istəyərdim ki, burada ümumi şəkildə promptu qeyd etmişəm. Biraz ola bilər, belə deyək də, geniş və yaxud da uzun promptdur. Amma bunu əlbəttə ki, diqqət etsəniz, yəni çox da orada əsas məlumatlar xüsusilə də 3-cü hissədədir. Yəni birinci, ikinci hissədə o qədər də məlumatlar xüsusi, yəni əvvəlki məlumatlarla oxşarlıq təşkil edir. Və əsas məsələ nədir? Biz deyirik ki, bir belə deyək də, create a mind map. Flow map. Create a flow map. Bu bizim əsas məsələdir. Yəni, bizim üçün nə yaratmalıdır? Biz deyirik ki, bizə bir axın xəritəsi yaratsın. Axın xəritəsini yaradır və axın xəritəsi yaradanda biz izah edirik ki, orada hansı hissələr olsun. Bizim essemizdə, diqqət edirsə, yenə də mən bir mövzudan kənara çıxmadım. Həmin mövzunu müxtəlif formalarda tələbələrə, şagirdlərə təqdim edirik. Çünki bir mövzunu əgər eyni forma, müxtəlif formalarda təqdim eləsəz, onlarda sanki belə deyək, düşüncələr daha sistemli formada, şagirdlər daha sistemli formada düşünə biləcəklər. Və burada da diqqət edirsinizsə, mən qeyd etmişəm ki, esse quruluşunu göstərən aydın və sadə axın xəritəsi hazırla. Bunu ingiliscə də qeyd edə bilərsiniz sözsüz ki, yəni ingiliscə düşünürəm ki, tərcümə edib o, belə deyək də, süni intellektdə ChatGPT olsun, dediyim kimi, digər süni intellekt alətləri olsun ki, vermək olar. Mən artıq demək olar ki, burada diqqət edirsinizsə, deyək ki, sağ tərəfdə hazırlanmışam və burada da qısa olaraq promptu deyim, ondan sonra o hissəyə nəzər yetirək. Və burada mən qeyd etmişəm, struktur daxilində qəsdən 3 məntiqi və yaxud da quruluşla bağlı səhv yerləşdir. Və səhvlərlə də bağlı nümunələrdə vermişəm ki, yəni nələrdə səhvlər ola bilər. Misal üçün, fikrin uyğun olmayan hissədə verilməsi, tezisin qeyri-müəyyən olması, təkrar, abzas daxilində fikir qarşılığı və s. Bunu artıq diqqət edirsinizsə, bu hissədə artıq müəllimin özünlə bağlı bir şeydir. Yəni siz artıq burada fərqli-fərqli nümunələr verə bilərsiniz ki, o hissələrdə səhv etsin, o hissələrdə səhvli olsun və səhvləri işarələmə və izah etmə. Və xəritə, dərsdə şagirdlərin səhvləri tapması və düzgün esse quruluşunu öyrənməsi üçün istifadə olunacaq. Yəni, siz artıq süni intellektdə dəqiq və aydın şəkildə məlumat verirsiniz ki, o sizə ümumiyyətlə hansı tapşırığı versin, ümumiyyətlə nəyi hazırlasın. Və bir məsələni qeyd edim ki, mən bu süni intellekt aləti vasitəsilə indi nəzərdən, daha doğrusu sınavdan keçirərik və burada da mən artıq diqqət edirsə, xüsusilə qeyd etmişəm ki, 10-cu sinif şagirdləri üçün. Çünki bildiyimiz kimi, əgər biz süni intellektdən istifadə ediriksə,
ümumiyyətlə istənilən generative AI alətlərini istifadə ediriksə, bu alətlərə biz mütləq şəkildə konteksti də əlavə etməliyik. Çünki konteksti əlavə edəndə, xüsusilə ingilis dili müəllimləri və yaxud da digər xarici dil müəllimlərimiz üçün əlbəttə ki, bu belə deyək, çox vacibdir. Biz konteksti əlavə eləməsək, ola bilər ki, orada o qədər çətin sözlər verilsin ki, o qədər mürəkkəb sözlər verilsin və yaxud əksinə 10-cu sinif şagirdləri üçün qeyd etmişəm. Hətta mən deyərdim ki, burada ola bilər bəlkə də belə deyək də 10-cu sinif üçün də aşağıdır, yəni nisbətən söz səviyyəsi. Misal üçün gəlin deyək ki, elə ola bilər ki, 10-cu sinif üçün də çox belə sadə 5-ci sinif səviyyəsində olan sözlərlə demək olar ki, həmin o esseni qrupdur. Ona görə mütləq şəkildə strukturu verməliyik və daha doğrusu konteksti verməliyik ki, süni intellekt özü bilsin ki, biz hansı sinif şagirdlərinə bu dərsi deyəcəyik. Və bundan başqa, mən burada qeyd etmişəm artıq, sözsüz ki, yəni bu, belə deyək də, bizim əsas işimiz bugün ümumi desək, o pedaqoji hissəyə toxunmaq deyil, amma daha çox çalışırıq ki, süni intellektin imkanlarından biz baxaq ki, yararlanmağa çalışaq ki, yəni hansı imkanları var. Mən burada sadəcə olaraq qısa vermişəm ki, daha doğrusu bunu süni intellekt vasitəsilə hazırlanmışam. Və burada da diqqət edirsiniz ki, yəni demək olar thesis hissəsində ola bilər ki, səhv var, yanlışlıq var və yaxud da conclusion hissəsində yanlışlıq var və yaxud da ola bilər main body paragraph hissəsində yanlışlıq var. Bunu artıq şagirdlər müxtəlif qruplar şəklində tapa bilərlər. Yəni biz şagirdləri bir daha ola bilər ya cütlərlə və yaxud da qruplarla şəklində müxtəlif qruplara bölə bilərik, cütlərə bölə bilərik və onlar artıq bu tipli flow map hazırlayıb onlara təqdim edirik və onlar çalışırlar ki, tapsınlar və bir tərəfdən bu şagirdlər arasında sağlam rəqabətə gətirib çıxara bilər ki, müxtəlif qruplar çalışacaq ki, həmin o tapşırıqları belə deyək, daha yaxşı formada həll etsin və ikinci məsələ səhvləri tapsın və strukturu da səhvləri tapmaqla öyrənsin. Çünki bir qrupun etdiyini digər qrup ola bilər ki, müəyyən belə deyək, suallar versin və ola bilər bir-biriləri ilə müəyyən bir müzakirələr geçsin qruplar arasında və bu da istər-istəməz həmin o strukturu hissəsini, yəni introduction hissəsi olsun, main body paragraph conclusion hissəsi olsun, daha yaxşı öyrənməyə kömək edə bilər. Və digər məsələ, əlbəttə burada da mən dediyim kimi flow map hissəsini də vermişəm və bir məsələni qeyd edim ki, bütün hazırladığım buradakı, yəni belə deyək, flow map olsun, bundan başqa digər əvvəl qeyd etdiyim flow map olsun, bunların hər birini mən süni intellekt vasitəsilə hazırlamışam, xüsusilə ChatGPT. Sadəcə olaraq əvvəlcə o qeyd etdiyim o flow map, create a flow map desəniz xüsusilə və nəticədə sizə bu tipli müxtəlif diaqramları hazırlaya bilər. Amma hər bir müəllimdən belə deyək, xüsusilə də çünki bizim sahə belə deyək də düşüncən yönümlü tədris dizaynla bağlı olduğu üçün mən təcrübələrimdən belə bir şey deyə bilərəm ki, əksər müəllimlər adətən fikirləşir ki, ümumiyyətlə biz flow map hazırlayırıqsa, onu sinifdə təqdim ediriksə, bu artıq ümumi şəkildə desək düşüncəni inkişaf etdirir. Amma bu belə deyil. Biz flow map hazırlayırıqsa, onu da mütləq şəkildə xüsusi olaraq elə bir hissələrdə müəyyən bir belə deyək də yanlışlıq hissələr, yanlışlıq boşluqlar qoymalıyıq ki, şagirdlər özləri və yaxud da tələbələr özləri düşünsünlər, o hissələri doldursunlar, o boşluqları doldursunlar. Əgər müəllim özü birbaşa xüsusi bir belə deyək də flow map hazırlayırsa, ümumiyyətlə səhvsiz. Bu artıq sadəcə olaraq sinifdə və yaxud da auditoriyada şəkil göstərməyə bərabər bir şeydir. Yəni bu məsələni xüsusilə qeyd etmək istədim ki, yəni mütləq şəkildə orada ya səhvlər olmalıdır, ya ümumiyyətlə boşluqlar olmalıdır ki, şagirdlər, tələbələr özləri doldursunlar. Yəni bu məsələyə xüsusi diqqət yetirməyiniz əlbəttə çox vacibdir. Və digər məsələ, burada digər bir məsələni də qeyd edim ki, cognitive conflict, yəni fikirlər toqquşur. Və bunu da ingiliscə qeyd etmişəm, amma ümid edirəm ki, elə bir problem olmaz. Yəni hər birimiz bu belə deyək ki, bu hissəni nəzər yetirsək yaxşı olardı ki, iki müxtəlif belə deyək flow maplə biz demək şagirdlərə və yaxud da tələbələrə xəritələr verə bilərik. Flow map A, flow map B. Birində demək olar aydın strukturla, birində isə problemli strukturla veririk. Və nəticədə müxtəlif suallar verə bilərik ki, tutaq ki, xəritələr yaradıldıqdan sonra which map is more convincing, why, what are the structural differences? Yəni əsas odur ki, biz şagirdlərə, tələbələrə elə edirik ki, onlar o həmin o müxtəlif quruluş, yəni ümumiyyətlə esseyin o quruluşunu dərk edərək öyrənsinlər. Yəni sadəcə biz birbaşa onlara yazmaq desək, mən düşünürəm ki, şagirdlər istər-istəməz çətinlik çəkə bilərlər yazmaq üçün. Hətta elə də çətinlik çəkirlər demək olar. Amma biz bu formada sanki belə deyək də dərsi
qururuq bir 45 dəqiqə ərzində olsun və yaxud da ola bilər ki, bilmirəm, əlbəttə siz daha yaxşı bilirsiniz ki, ola bilər bəlkə də bir 2:45 dəqiqədir, ola bilər 3:45 dəqiqəsi yazı tədrisinə ayrılıbdır. Yəni bu müxtəlif, əlbəttə burada qeyd etdiklərim o demək deyil ki, biz bunları bütün bir dərsdə etməliyik. Ola bilər ki, müxtəlif dərslərdə edə bilərsiniz. Amma bizim hazırda sizə təqdim etmək istədiyimiz odur ki, yəni süni intellektin imkanlarından bu formada istifadə edə bilərsiniz. Və nəticədə əlbəttə ki, həm biz axın xəritəsi hazırlaya bilərik, həm promptlar verib biz demək olar ki, müxtəlif esseləri müqayisə edə bilərik, həm esselərdə müəyyən səhvlər buraxılıb deyə bilərik ki, şagirdlər, tələbələr özləri bu səhvləri tapsınlar və onları belə deyək, daha çox çalışsınlar ki, daha yaxşı bir strukturda formalaşdırsınlar esseləri və yaxud xüsusilə axın xəritələri vasitəsilə biz şagirdlərin fikrini daha sistemli şəkildə etməyə kömək edə bilərik və əlbəttə ki, bir daha deyirəm ki, bunların indiyə qədər etdiklərimin demək olar ki, hamısı birbaşa süni intellekt vasitəsilə edilə bilən tapşırıqlardır ki, bunları istədim sizin diqqətinizə çatdırım. Və digər məsələdə mən qısa olaraq qeyd edim ki, burada mən ümumi belə deyək bir summary kimi hissəsini vermişəm ki, yəni bunu düşünürəm artıq bizim üçün çox belə deyək ümumiləşdirmək üçün çox yaxşı olardı. Biz əvvəlcə nə edirik? Süni intellektdən 2 nümunə alırıq və bu 2 nümunənin biri zəif, biri yaxşı hazırlanmışdır. Digər məsələ, nümunəni aldıqdan sonra biz bunu sinif daxilində müqayisə edirik və müqayisə etdikdən sonra artıq biz şagirdlərə struktur təqdim edirik və istər-istəməz struktur təqdim edəndən sonra artıq biz şagirdlərə burada 2 əsas məsələ var. Ola bilər ki, siz şagirdlərə birbaşa deyə bilərsiniz ki, şagirdlər özləri artıq müəyyən bir belə deyək müstəqil şəkildə ola bilər introduction'dır, main body paragraph'dır, conclusion'un bir hissəsini yazsın və yaxud əgər gördünüz ki, şagirdlər hələ də müəyyən bir problemlərlə qarşılaşırlar, bu zaman nə etməliyik? Biz avtomatik olaraq digər belə deyək ki, B variantına, C variantına keçməliyik. Müxtəlif axın xəritələrindən istifadə edərək onlara o strukturu yenidən izah etmək üçün bu tipli müxtəlif oyunlar deyə bilərik, hətta təşkil edə bilərik. Yəni səhvi tap və yaxud da belə deyək, fikrinə əsaslandır ki, sən niyə görə bu səhvdir və bu formada şagirdlər həm əylənə bilər dərs daxilində, həm öyrənə bilər, həm də düşünə bilər. Çünki bu 3 şeyi biz birləşdirmək üçün mütləq şəkildə süni intellekt alətindən demək olar ki, kifayət qədər yaxşı formada istifadə edə bilərik və əsaslandırmaq da əlbəttə ki, onun əsas hissəsidir. Biz ümid edirəm ki, Sevinç xanım, vaxtımız var, çünki mən bir neçə slayd istəyərdim ki, təqdim edim, əgər vaxtımız varsa. Mən də istərdim ki, reglamenti keçməyək. Aha, məncə də. Əgər praktiki bir məsələ varsa, bəlkə ev tapşırığı kimi verək. Olar, necə məsləhətdir? Yəni, əgər belə bir imkan yarada biləriksə, düşünürəm çox faydalı olar. Yəni, həmin o sizin göstərdiyiniz promptlardan istifadə edək, mənim məsələn slaydlarımdan irəli gələn bir praktiki ev tapşırığı. Sonra isə nəticə, mənə elə gəlir ki, nəticəni çox asanlıqla əldə edəcəklər. Ümid edirik ki, bəli. Çox maraqlı olur. Yəni, mən əsas hissəsini demək olar bitirdim. Yəni, orada demək olar ki, belə deyək, növbəti hissələrdə sadəcə ümumiləşdirmə xarakterli məlumatlar vermişəm. Sadəcə istədim ki, bu hissəni də qısa olaraq deyim, elə onunla da yekunlaşdırım. Ümumiyyətlə, keyfiyyətini ölçməklə də bağlı mən istəyərdim ki, sizə bu hissəni təqdim edim. Clarity, logic, specificity, depth and fairness. Sevinç xanım bununla bağlı daha geniş ətraflı məlumatlar verdi. Amma mən əlbəttə ki, belə deyək, ümumi promptla əsasında prompta nəzərə məlumatları vermək istəyərdim sizə. Və burada mən qeyd etmişəm 9 intellectual standards. Bunu istəsəniz xüsusi olaraq, əgər bu hissəni bəlkə də ola bilsin, müəllimlərimizin bəziləri tam olaraq bu nəzəriyyə ilə tanış deyil və yaxud da belə deyək, bunun haqqında məlumat yoxdur. Amma mən istəyərdim ki, bu nəzəriyyə ilə bağlı sizdə daha yaxşı məlumatınız olsun. Çünki bu hissələri siz süni intellektə birbaşa versəz, istənilən esse nümunələrini sizə hətta academic writing-də, tutaq ki, məqalə yazırsınızsa, demək olar müxtəlif jurnallar üçün, hətta ona qədər sizə daha dərinliyinə qədər sizə belə deyək ki, o məqalənizi və yaxud da essenizi analiz edə bilər ki, nə qədər dərəcədə belə deyək, clarity necədir, accuracy necədir, precision necədir. Sadəcə olaraq onu qeyd etmək istədim. Yəni, bunu istəsəniz xüsusi olaraq, yəni süni intellektdə yazıb yoxlaya bilərsiniz və burada da qeyd etmişəm artıq qısa olaraq. Dərsin əvvəlində müəllim nə edir və promptu qeyd etmişəm. Bunları siz istəsəniz götürə bilərsiniz əlbəttə və sonradan sizinlə də paylaşa bilərik. Və digər məsələ
dərsdə model necə istifadə olunur, suallar verməklə. Mən bunu da qeyd etdim artıq. Müxtəlif suallar verməklə biz o modeli izah edə bilərik və digər məsələ yazıdır. Şagird özü artıq başlayır yazmağa və bundan başqa isə dərsdən sonra isə əlbəttə ki, mən bayaq qeyd etdiyim o intellection standards ilə müəllim artıq başlayır həmin belə promptları verməklə şagirdlərin müxtəlif yazılarını yoxlamağa. Və burada da mən qeyd etmişəm ki, zəif nümunə ilə işləmək bayaq artıq qeyd etdim. İstəyərdim ki, qısa olaraq belə deyək ki, bir ümumiləşdirmə xarakterli sizə təqdim edim və əlbəttə ki, burada isə fərqli səviyyəli şagirdlər üçün materiallar, tələbələr üçün də deyə bilərik. Yəni ola bilər siz şagirdlərin səviyyələri müxtəlifdir və yaxud inklüziv təhsildirsə, mütləq şəkildə biz əlbəttə ki, onu da qeyd etməliyik promptlarda ki, bu ola bilər aydınlıq meyarı, bundan başqa digər meyarlar var ki, qeyd etdim artıq və nəticə etibarilə biz hər bir şagirdin səviyyəsinə uyğun olaraq ola bilsin ki, həmin o meyarları da formalaşdıra bilərik. Bu da süni intellekt birbaşa bu məsələyə kömək edir. Bu da rəy meyarlarıdır. Onu da əlbəttə istədim diqqətinizə çatdırım. Dərinliklə bağlı, genişlik, məntiq, bayaq qeyd etdiyim o intellectual standard hissəsinə birbaşa bağlıdır. Yəni qeyd etmək istəyirəm ki, əsas məsələ budur ki, ümumiyyətlə dərsi biz təşkil edəndə yazını, yəni artıq süni intellekt bu məsələdə də bizə kömək edir, rəy verməkdə də kömək edir, amma biz daha çox ona istiqamət verməliyik ki, bizə daha çox o dərinliyinə qədər yazını yoxlaya bilsin. Əlbəttə, süni intellekt yazının yerinə keçmir. Mən də onu qeyd etmək istəyərdim ki, tam əminliklə deyə bilərəm. Heç bir müəllimimizi süni intellekt əvəz edə bilməz. Çünki hər bir müəllimimiz həqiqətən də tam səmimiyyətimlə deyirəm ki, peşəkardır. Çünki bu sahədə mən bir daha deyirəm, artıq elə deyək, laboratoriyada da mən tədqiqatlar aparıram, bizim müxtəlif tədqiqatlarımız var və biz də artıq müəyyən edirik və görürük ki, sadəcə olaraq burada əsas məsələ odur ki, müəllim nə qədər çox peşəkar olarsa, o qədər də əlbəttə ki, süni intellekt müəllimdən qorxacaq. Və nəticədə əlbəttə müəllimə daha yaxşı peşəkar cavablar verəcək. Və əlbəttə ki, burada əsas məsələ odur ki, süni intellekt bizim köməkçimizdir. Bəli, diqqətinizə görə çox təşəkkür edirəm. Əlbəttə, suallarınız da olarsa həm e-mail vasitəsilə, həm də elə burada chatbotda qeyd edə bilərsiniz. Biz də böyük məmnuniyyətlə suallara cavablandırmağa hazırıq. Təşəkkürlər. Biz də sizə təşəkkür eləyirik, Murad bəy. Çox Buyurun. dəqiqliklə və detallara deməli çox fikir verdiniz. Yenə də əminliklə deyirəm ki, böyük bir, yəni aktual bir məsələyə toxunmuşuq və əminəm ki, dərslərimizdə bu geniş istifadə olunacaqdır. Burada bir məsələ var, Sevinç Şimdi xanım. qeyd eləməliyəm ki, yəqin Buyurun. ki, indi dinləyəndə o promptlar məsələsini və s. bu artıq növbəti təlimlərimizdir deyə biz elə dərhal məsələyə keçdik. Yəni prompt nədir, chatbotla yəni ünsiyyət qurmaq o mərhələsini keçib dərhal elə prosesin özünə fikir vermişik. Amma mən bunu da deyim ki, bəlkə burada lap gənc müəllimlər, yəni bilməm çoxluq təşkil eləyir, yoxsa balanslaşdırma gedib burada. Vaxtilə, ümumiyyətlə, bax, tarix boyu hər bir texnoloji yenilik təhsildə qorxu yaradıb. Məsələn, o qorxu, o çəkinmə, ehtiyat, narahatlıq həmişə təhsildə xüsusi özünü belə biruzə verib. Məsələn, çap maşını. Düzdür, mən o dövrü, elə bir ki, mən o dövrü tutmamışam. Amma yadımdadır ki, çap maşında, bizdə belə bir çap maşını var idi evdə. Çap maşını, onun tarixçəsini danışırdılar. Yəni ki, arxada qalan tarixçə ki, bunu evdə belə bir mistik belə bir şey kimi qəbul eləyirdilər. Onun səsi və yaxud çapı deyirdilər ki, yox, bu məsələn insan zəkasına çox pis təsir eləyəcək. Yəni insan artıq qələmlə yazmır, yəni motorikaya, hətta bunun belə bir qarşıya çıxan yəni ki, nəzəriyyələr də irəli sürürdülər. Sonra məsələn kalkulator. Bax bunu deyəsən yadınızdadır ki, hətta bunun policy deyirlər də, bunun qaydalarını da yazılmamış indi qanunlarını da
yəni həyata keçirtmək istəyirdilər. Məsələn, icazə vermirdilər, məktəbdə istifadə edə bilmirdilər. Lap belə yaxın texnoloji bir innovasiya, ixtira, belə deyək, smartfonlarımız, o mobil telefonlarımız nə qədər narahatlıq gətirdi bizim həyatımıza, nə qədər biz onunla bağlı müzakirələr eləyirdik və s. Amma nəticədə mənə elə gəlir ki, qısa da olsa, amma konkret bir nümunələr əsasında bu təlimimizdən siz belə bir nəticəyə gələ bilərsiniz ki, bu alətlər məhz yazı prosesində heç də düşüncəni zəiflətmir, heç nə. Əksinə, hər tərəfi təhsil alanında, hər iki tərəfi də təhsil verəndə işləməyə vadar edir. Əlavə tapşırıqlar verməyə, düşünməyə vadar edir. Və ən əsas da strukturlaşmaya çox böyük yol açır. Yəni bizim beynimizdə olan bütün ideyalar və s. o da strukturlaşır, səliqəyə, səhmana düşür. Eyni zamanda da deməli biz yazarkən o ünsiyyət vasitəsi yaradırıq chatbotla. Onu da yoxluyuruq. Onu belə yoxlayanda biz yenə də tənqidi təfəkkürü işlədirik və böyük yollardan keçirik. Hamımıza uğurlar diləyirəm. AI dövründə müqavimətimizi artıraq. Buna belə bir həm də tolerantlıq nümayiş edək, təmkinli olaq və yeniliyə açıq olaq. Hamınıza təşəkkür eləyirəm. Gələn görüşlərədək. Çox sağ olun. Sevinç xanım, mən də əlbəttə ki, istəyərdim hər bir müəllimimizə təşəkkür edək. Təşəkkür edirəm ki, qoşulmusunuz həqiqətən. Çünki düşünürəm, burada da mən baxıram ki, chatbotda müəllimlərimiz qeyd edilər və hər biriniz əlbəttə ki, əsas məsələ müəllimlərimizdir və müəllimlərimizin düşünürəm ki, belə deyək, tədris prosesində yazı elə bir hissədir ki, xüsusilə də ingilis dil dərslərində və digər xarici dil tədris edən müəllimlərimiz üçün həqiqətən biraz nisbətən ağır bir mövzudur və xüsusilə də aktual bir mövzudur. Çünki mən burada görürəm bizim müəllimlərimizin bəziləri qeyd edirlər və bir məsələni düz deyəcəm və haşiyə çıxacam biraz da. Əsas məsələ bəli, burada həqiqətən də birinci, yəni ana dilinin önəmidir. Düzdür, biz xarici dildən danışırıq, amma ana dil nə qədər dərəcədə şagirdin və yaxud da tələbənin güclü olarsa və həmçində bədii ədəbiyyat məsələsi də var ki, nə qədər dərəcədə o söz bazası güclü olarsa, istər-istəməz əlbəttə ki, bu zaman o yazı bacarıqlarını da həmin o baza ilə inkişaf etdirə bilər və həmçində yaxşı bir esselər yaza bilər. Və bunu da qeyd edim ki, elə prompt yazmaq da elə buna bərabər bir şeydir. Ona görə də hazırda diqqət edirsinizsə, əksər ölkələrdə demək olar ki, şagirdlər, tələbələr daha yaxşı promptlar yaza bilirlər. Nə üçün? Çünki onların istər-istəməz ana dili, o Azərbaycan dili belə deyək ki, biz öyrənirik, amma onlar da sanki öz ana dillərini öyrənirlər və daha güclü formada öyrənirlər. Və ikinci, daha yaxşı kitab oxumağı bacarırlar. Kim ki daha yaxşı kitab oxumağı bacarır, bədii ədəbiyyatı yaxşı bilir, söhbət bu bilməkdən getmir. Ümumiyyətlə o kitab oxumaqdan, anlamadan söhbət gedir. Bu zaman əlbəttə ki, onlar həm esse yazmaqda da yaxşı olacaqlar, həm də o cümlədən xarici dil öyrənmədə də yaxşı olacaqlar və nəticədə bir daha deyirəm ki, öz sahəmdən götürək, süni intellekti də o prompt vermədə yaxşı olacaq. Həqiqətən də daha yaxşı öyrənəcəklər, biləcəklər. Bu doğrudan da çox vacib bir məsələdir. Gələcək təlimlərimizdə düşünürəm ki, daha fərqli və geniş formatda bu mövzulara toxunarıq. Həqiqətən çox maraqlı olar. Təşkilatçılardan da xahiş edəcəyik ki, sertifikatla bağlı, sonra sualların yönləndirilməsi ilə bağlı, yəni müəllimlərin istəkləri ilə bağlı bizi məlumatlandırsınlar. Çünki bu assosiasiya, yəni birlik, xarici dillər müəllimlərin birliyi bunu özü təşkil edib, onun komandası var. Bu kanalda artıq yəni varsınız. Bu kanalda da yaza bilərsiniz istəklərinizi. Bizdən də nə asılıdırsa, yəni ki, biz edərik, əlimizdən gələni etməyə yenə də hazırıq. Təşəkkür eləyirik. Axşamınız xeyirli olsun. Həftəniz də, yəni həftə sonunuz da çox maraqlı olsun. Təşəkkür eləyirik. Sağ olun. Sağ olun. Təşəkkürlər. Gecəniz xeyir.